Rasulullah sallallahu aleyhi ve sellem müsəlman qardaşına xor gözlə baxması insana şər olaraq kifayət edər. Yəni biz müsəlmanıq, əlhamdülillah. Və bir müsəlmana xor gözlə baxmamalıdır. Bir müsəlmanı alçatmamalıdır. Bir müsəlmanı kafir çıxarmağa çalışmamalıdır. Mənim məzhəbimdən, mənim təriqətimdən deyil deyə onu kafir çıxarmamalıdır. Peyğəmbərin dövründə səhabələr bir-birlərini kafir çıxarıblarmı? Onlar bir-birlərini kafir çıxarmağa çalışıblarmı? Peyğəmbərdən sonra hər sahabə öz bildiyi ilə əməl eləyib, Peyğəmbərdən öyrəndikləri ilə əməl eləyib və heç bir sahabə o biri sahabəyə deməyib ki, sən kafirsən, sən düz eləmirsən. Bir adam səhv eləyirsə, yəni Allaha inanır, Peyğəmbərə inanır, imanın altını şərti qəbul eləyirsə bu adam və bir səhvinə görə sən onu niyə kafir çıxarırsan? Niyə görə ki, ona kafir deməyə çalışırsan? Yəni bu artıq onun göstəricisidir ki, bu adamın özündə problem var. Bu adamın imanında problem var ki, özü kafirdir ki, qarşısındakini də kafir görür. Niyə? Çünki Peyğəmbərimiz nə deyib? Müminin aynasıdır, güzgüsüdür. Sən necəsənsə, qarşındakı da elədir. Sən cəmaatı necə görürsənsə, sən özün də eləsən. Kimin eynəyi, kimin aşkisi nə rəngdədirsə, dünyanı da o rəngdə görür. Qırmızı aşki taxacaqsan, qırmızı görəcəksən, qara aşki əynək taxacaqsan, qara görəcəksən. Bunun kimi də səndə əgər kafirlik varsa insanı, müsəlmanı kafir görəcəksən, səndə əgər iman varsa müsəlmanı imanlı görəcəksən.